Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bu günləri sizlərə gündəlik planlaşmanın video izahını təqdim edəcəm. Diqqətlə qulaq asın və qeydlər götürməyi unutmayın. Gündəlik planlaşma nədir müəllimlər? Deməli, gündəlik planlaşma bizim sinifdə planımızdır. Sinifdə istifadə etdiyimiz plandan ibarətdir. Bu necə olur? Nəticədən planlamaya doğru gedirik müəllimlər gündəlik planlaşmada. Bu nə deməkdir? Nəticədən planlamaya doğru getmək. Yəni burada belə bir şey deyim ki, müəyyən ardıcıllıq var. Keçmişdə adətən kurikulumda da 7 dərs formasından istifadə olunurdu. Ancaq indi gündəlik planlaşmada müəllimlər 3 belə deyim mərhələ var da. Birinci mərhələ təlim nəticəsidir. Yəni təlim nəticəsini şagirdə bildirməliyik. İkinci mərhələmiz qiymətləndirmədir. Üçüncü mərhələmiz isə öyrənmə fəaliyyətidir. Yəni təlim nəticəsi dedikdə müəllimlər nəyi nəzərdə tuturuq? Biz əvvəlcə, yəni dərsin sonunda ki, şagirddən hansı bilik bacarığı alacağıqsa da, onu əvvəlcədən şagirdlərimizə bildirməliyik. Yəni gündəlik planlaşdırmada təlim nəticəsi birinci olmalıdır müəllimlər. Yəni birinci şərtimiz odur ki, təlim nəticəsi əvvəlcədən qeyd olunsun və şagirdlərə bildirilsin. Yəni sırf bu 45 dəqiqənin sonunda şagirddən hansı nəticəni alacağıqsa da, onu şagirdə bildirməliyik dərsin sonunda. Yəni hansı bilik və bacarıqlara şagirdlər sahib olacaqlarsa da o nəticələr əvvəlcədən müəyyənləşməlidir. Yəni onu lövhədən yaza bilərsiniz və yaxud da hər hansı bir kağızda yazıb divardan asa mı bilərsiniz, fərqi yoxdur. Şagirdlərin gözü qarşısında olsun, onlar bilsinlər ki, bir 45 dəqiqə ərzində hansı nəticəyə çatacaqlar gün ərzində. Buna deyilir təlim nəticəsi. Gündəlik planlaşdırmada birinci mərhələ hesab olunur. İkinci mərhələ isə müəllimlər, deməli qiymətləndirmədir. Qiymətləndirmə nədir? Qiymətləndirmə biz ümumiyyətlə şagird sinifdə nəyi öyrənibsə, nəyi bilirsə, hansı məlumatlara sahibdirsə onu qiymətləndirməliyik. Yəni şagirdin təlim nailiyyətlərinə qiymət verməliyik. Qiymətləndirmə bizim dövlət tərəfindən qoyulmuş bir tələbdir. Mütləq biz qiymətləndirməliyik şagirdlərimizi və bu da gündəlik planlaşdırmada müəllimlər ikinci mərhələdə yerini tutubdur. Deməli, nəticədən planlamaya doğru istifadə edirik biz. Yəni, nəticələrə çatmaq üçün də qiymətləndirmə üsul və vasitələrini hazırlamalıyıq. Daha sonra üçüncü müəllimlər öyrənmə fəaliyyətidir. Öyrənmə fəaliyyəti nədir? Öyrənmə fəaliyyəti, yəni şagird, hansı ki o təlim nəticələri var idi birinci mərhələdə, o təlim nəticələrinə necə çatacaqsa da ona xidmət edən fəaliyyətlərin seçilməsidir. Yəni, sinifdə təlim nəticəsinə çatmaq üçün müxtəlif fəaliyyətlər yerinə yetirməlidirlər şagirdlər. Yəni, müxtəlif işlər icra etməlidirlər, öyrəndiklərini tətbiq etməlidirlər ki, o təlim nəticəsinə çata bilsinlər. Yəni, fəaliyyət deyəndə bunu nəzərdə tutur müəllimlər. Fəaliyyət əsasən yəni, tapşırıqlarla ola bilər, testlərlə ola bilər, yəni tətbiq prosesidir. Həmin tapşırıqları testi tətbiq edəndə şagirdlər, yəni müəyyən fəaliyyətlər həyata keçirəndə təlim nəticəsinə çata bilirlər. Yəni ki, təlim nəticəsinə, nəticədən planlamadan istifadə edirik. Ümumiyyətlə, təlim nəticəsi birinci mərhələ hesab olundu. Qiymətləndirmə ikinci mərhələ hesab olundu gündəlik planlaşdırmada. Üçüncü mərhələ isə öyrənmə fəaliyyəti hesab olundu. Deməli, sizə sual olsa ki, müəllimlər, planlaşma prosesinə müasir yanaşma olaraq nədən istifadə olunur? Nəticədən planlamaya da istifadə olunur. Bu nə oldu? Birinci təlim nəticəsi, ikinci qiymətləndirmə, üçüncü isə öyrənmə fəaliyyətləri. Ümumiyyətlə, biz dərsi niyə planlaşdırmalıyıq müəllimlər? Yəni, dərs niyə planlaşdırılmalıdır? Biz dərsi planlaşdırmaq üçün, yəni, ümumiyyətlə planlamaq üçün şagirdlərə dərsdə nəyi necə öyrəniləcəkləri ilə bağlı aydın təsəvvürlər, fikirlər verməliyik. Yəni, problemi həll etməliyik biz. Bunun üçün nə etməliyik müəllimlər? Dərsin məqsədini əvvəlcədən şagirdlərə aydın şəkildə bildirməliyik, müəyyənləşdirməliyik. Daha sonra fəaliyyətləri şagirdlərin nəzərinə çatdırmalıyıq. Formativ qiymətləndirmə üsullarını şagirdlərimizə bildirməliyik. Dərs zamanı fəaliyyətlərin müxtəlif öyrənmə tipinə sahib şagirdlər üçün uyğun olmalıdır və s. Yəni, bu nə deməkdir müəllimlər? Deməli, dərsin məqsədini aydın şəkildə şagirdlərimizə bildirməliyik. Bu günləri
hansı məqsədə çatılmalıdırsa, hansı təlim nəticəsinə çatmalıdırsa şagirdlər, o məqsədi təlim nəticəsini şagirdlərimizə dərsin əvvəlində, yəni bir akademik dərs saatının əvvəlində şagirdlərimizə bildirməliyik. Deməli, daha sonra müəllimlər, biz dedik ki, ikinci qiymətləndirmə mərhələsidir də gündəlik planlaşdırmada, düzdürmü? Qiymətləndirmə mərhələsində biz əsasən deməli formativ qiymətləndirmədə rəylərdən istifadə edirik. Müxtəlif rəylərdən istifadə edərək şagirdlərimizi qiymətləndirə bilərik və daha sonra fəaliyyətdir də üçüncü mərhələmiz. İş fəaliyyəti, öyrənmə fəaliyyəti. Yəni burada hansı tapşırığı verəcəksə də şagirdlərimizə, sualları əvvəlcədən dəqiq şəkildə seçməliyik və s. Aha, bura qədər müəllimlər gündəlik planlaşdırmada kanalımıza dəstək olmağınız üçün əməyə sayğı olaraq, hörmət olaraq abunə olub bəyənməyi unutmayın. Hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.